Hadisə gecə saatlarında baş verib. Belə ki, Dövlət Sərhəd Xidmətinin kiçik giziri Musazadə Əsgər Nicatoğlunun Cəbrayıl rayonunda sursat partlayışı nəticəsində həlak olduğu bildirilir. Nicat Musazadə ilə Lənkəran rayonunun Göyşaban kəndində vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, eləcə də ictimaiyyət nümayəndələri, xidmət etdiyi hərbi hissənin zabit və əsgər heyəti, rayon rəhbərliyi və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib. Şəhid hərbiçi Lənkəran rayonunun Göyşaban kənd qəbirstanlığında torpağa tapşırılıb. Cəbrayılda hərbiçinin sursat partlayışı nəticəsində həlak olması ilə bağlı cinayət işi başlanılıb. Dövlət Sərhəd Xidmətinin Ensaylı hərbi hissəsinin hərbi qulluqçusu Musazadə Əsgər Nicatoğlunun partlayış nəticəsində ölməsi faktı əsasında Füzuli Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb. Məhkəmə tibbi ekspertizanın iştirakı ilə meyidin müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq. Biz də dünən eşitdik. Allah bütün şəhidləri rəhmət eləsin. Bizim şəhid içində. Allah qalanlara can sağlığı versin. Könül Kazımova, İlqar Mustafayev bugün informasiya proqramı üçün.